Şəmkirli Koroğlu aşığı Murad Niyazlını soraqladıq. Dedilər xəstədir. Vaxtın, zamanın qapısı kimi aşığın qapısını döydük. Qapını üzümüzə qocalıq açdı. Həmişə şux, qaynar gördüyümüz Murad kişiyə baxanda insafsız zamanın insana nələr elədiyini gördüm, kədərləndim. Neynək dedi, yerimə Murad nəvəm böyüyür. Bağı gəzib dolandıq. Ağaclar bar verir, arılar biçə bağlayır. İnsan da belədir, öz əvəzini yaradır, şəhirdini yetişdirir. Qonaq qaralı söhbətlərinə Murad kişi böyük təsəlli ilə başladı. Ustadları yada saldı. Danışdıqca gümrahlaşdı, mənzilə nərdivan qoydu. Bilirsiniz Qazanqız alım, mən indi dünyanın gedişatını düşünəndə öz uşaqlığımdan bəri nə görmüşəm, o məndə dəstana çövürülüb hamısı, nağıla çövürülüb hamısı. İndi zamanımız dəyişib. Nə qədər çətinimiz olsa, o qədər hasadlığımız da olacaq inşallah. Mən uşaqlıq devrindən, 13-14 yaşından, 15 yaşından mən çalıb oxumuşam. Gənə o qəmli günlərdə 41-45 arasını danışıram. Görürdüm, çöldən tökülüb gəlirdi qız gəlin. Nə bacarırdım, onu çaldırırdılar. O ayın ışığına ağaçların altında oynaşırdılar. Bunları da görmüşəm. Ondan sonra da get-gedə dünya əminamanlıq oldu. Toy, şan. Murad əminiz də gəldi. Addaşıq oldu. Toyda, şanda. Elə olurdu ki, toylarda deyirdim Allah, cəmaat səhərə qədər dağılmaya. Bu aşıqlığı elədik. Aşıqlığın da belə bir xüsusiyyəti var. İndi saz yaşayır, amma aşıqlıq yaşamır. Saz yaşayır. Çünki aşıq gərək xəzinə ola. Aşığı hardan dindirdin? 5 sözün 4-ünə cavab verəndə onu dəryadı verirdilər. El özü verirdilər, dərya kimi aşıqdır. İndi xanəndə nə oxuyur, onu aşıq oxuyur, aşıqdan oxuyur, onu xanəndə oxuyur. Bunu zaman eləyib. Qaldı məclisə biz daxil olanda ağsaqqallardan hamı yox. Əsas inandıqları ağsaqqaldan dəstan ki, isvaric eləyirdilər. Kin Qurbaniyi danış, Abbası danış, Xəstə Qasımı danış, Qarabağlı Valihi danış, Molla Cumadan danış, Ələskər Usta Sallını danış, Ələskərdən danış, Çoban Məhəmməddən danış, Şəmkir Aşıq Söyündən danış, Bozalqanlı Söyündən danış, xalq nəyi tələb eləyirdi? Ya Abdullanı danış, Seydiyi danış, Novruzu danış, Koroğlunun qollarından danış. Bunu ancaq aşığı da, cəmaat da çağıranda, has aşıq gələcək o məclisə, o davətnəmiyə onu yazırdılar. O çağırış varaqasını. İndi zaman dəyişib, dözmək lazımdır. Gənə həmən iş alınacaq, yaxşı aşıqlarımız əməl eləcək, həmin toy şanlarımız keçəcək, həmin nağıllar gənə gəlib yerini alacaq. Bir aşıqla o Murad ölməklə aşıq qutarmır ha, gənə Murad əməl eləcək, yaxşı aşıq Əypər əməl eləcək, İmran əməl eləcək, Aşıq Əsəd. Əsədə qulluq eləmişəm mən, Aşıq Ələskərin şəhərinə, qardaşı Məhəmmədə qulluq eləmişəm. Oradan da bəri gələndən sonra Temir, Məsim bizim rayonun çox möhkəm ustaları idi, belə umutlu ustaları. Onlarla bir 15 il gəzmişəm. Ona görə də mənim aşıq olmamağa haqqım yox idi. Özdə mən şeir əzbərəməmişəm, yemişəm. Buradan yazırdım, özüm qırıq sökük təblə aşığam. Öz yazdığım buradan beynimdə qalırdı. Ustadlama isfaric eləyərdilər. Aşıqda başlayanda təcnis oxuyardı məclisdə, divanı oxuyardı, sonra keçərdi elm məqsədinə, elm fikrinə. Şəmkirli Aşıq Söyünün rəhmətliyin bir ustadlaması var, adına mehraşlama deyirlər onun. Çağıram Qadir Allahı, coşub girəndə meydana. Oxuram 114 Kur'anı, sidqim bağlıdır Qur'ana. Qur'andır mənim əzbərim, Kərim-i Kərrarı Kərim, çaharda masim göhərim, dilim zikr eylər Sübhana. Sübhan pozmasın avazım, qəbulsa nəzir niyazım, 17 ülkət namazım, qulluq eylərəm imana. İmanı verən xaliqdir, mətləb istəyən xalqdır, Yunisi udan balıqdır, düşəndə dəri yummana.
Olunmanda oldu Qavvaz, bir nə qədər qıldı namaz, dua etdi Xızır İlyas, üzün tutdu öl əsmana. Əsmanı yaradıb kirdigar, 6 gündə beylə hünər, təyyir oldu şəms-i qəmər, yayıldı cümlə cahana. Cahanda gördü uqbanı, zərrəcə seçdin oğdanı, Adəmə verdi buğdanı, həsrət qoydu Erizvana. Erizvandan çıxdı Adəm, o neymətdən bir dad Adəm şükür etdi, mən də şadam, qismət oldu Həvva ana. Həvvanı eylədi qabul, nəzirləri oldu sabıl, qan eylədi Habil, Qabil, onlar uymuş şeytana. Şeytan eylər Zəlili çağır Cəbbari Cəlili, o da atdılar Xəlili. Ateş döndü Gülüstana. Gülüstan Kəlamullah, Həzrəti İsa Ruhullah, Süleyman Nuh Nəbiyullah, onlar qərq oldu tufana. Tufandan götdü payın, cüd götürdü taylı tayın, sözə baxmaz oldu xain, həkimlik gəldi Loğmana. Loğman da söylədi biriz, Həzrəti İsa Şeyx İdris, bizim düşmanımız İblis, rəhmət lənət oxuyana. Lənət oxur Şeyxi Əyub, Xudam dərdə dərman qırıb, yağın kafərləri qırıb, fədəm cəmi sultana. Cəmi bənzər ələnlərə, təbi mənə verənlərə, ol Rasulü görənlərə, onlar söylər firaqana. Firaqanı car eylədi, dinini əşkar eylədi, hünəri heydar eylədi, qılış vurdu o düşmana. Düşmanımız deyil iman, bizdən rəq olsun yaman, Xeybərdən aldı ənam, can qurban Şah-ı Mərdana. Şah-ı Mərdan, İmam Həsən, İmam Hüseyin, Zeynalabdin İbad, Baqir Sahiq Kazım Mirzadan Nicat, Taqi, Naqi, Həsən Əskər Xoşsifat, fədəyəm sahibə zamana. Sahib zaman açar eyin, haqq imamımızdı böyün, mənim adım Aşıq Söyün, sakinəm Şəmkiristana. Cəm üstadlar ey rəhmət. Bundan sonra keçirdik dəstana. Has dəstanı istəyirdilərsə, o dəstanı danışırdıq. Yanındakı aşıq bilirdisə, danışırdıq. Ya bilmirdisə, cəmaat elə baxışla bir-birinə, əsas da bu adət Gədəbəydədir. Eləcə baxışla, beləcə baxışla bütün söhbət hamısına aydın olurdu. Da yoxsa pıçılaşım yoxdur. Yaxşı, Aşıq Murad, ya filan kəs. İkiniz də bildiyinizi danışın. Ondan sonra da qərarlaşıb, ikimiz bildiyimizi danışırdıq, məclisi keçiririk. Belə keçirdi onda aşıqlıq. Aşıq Əsəd haqqında deyirsiniz. Onun bir ustad keyfiyyətlərindən deyin, bir insan keyfiyyətlərindən. Əsəd çox möcüz aşıq idi. Əsədin meydanına çıxmaq çətin idi oxumaqda. Hər aşıq özü də öz səsinə uyğun uşaq olmasın, şəhid götürmürdü. Belə bir adam idi. Səsi uyğun. Yəni, Qaryağdıoğlu Cabbarın səsindən bir aktaba üstün idi. Hələ o vaxtı bülbülün dilindən çıxanı deyirəm. Azərbaycanın bir festival idi, nə idi? Məni gətdilər, çöldən quzunun qırağından gətdilər, uşaqlara qatdılar, göndərdilər Bakıya. Bakıda nəysə bu seçilmiş uşaqları sonradan axı yekun konsert verirlər. Mən də Dəli Koroğlu adət eləmişəm. İndi orada nə boz börtü salmışam bilmirəm, onu hiss eləyə bilmirəm. Rəhmətlik bülbül səhnəyə çıxdı. Oğlum hardansan? Dedim, onda Şamxor deyirdiler buraya. Dedim Şamxordan. Müslüm Maqamayev'di, ondan sonra Lütfiyar İmanov'du, ondan sonra o xalq artisti alan o qızların hasıdır. Onlardandı, belə cərginlə oturublar. Dedi, gəlsənə burada əminin yanında qalasan, səni onlarla oxudam. Deyən, 50-ci il olardı o. Ya 49, ya 50, bax belə idi deyən. Dedim, yox anam təkdir, külfətimiz də çoxdur. Qala bilmərəm. Yəni, onda da həmən kasıflıq elədi da. Qayıtdım, gəldim, aşıqlığın ətəyindən tutdum, elişən olsun. El gətdi, gənə murad elədi. Muradına çatdırdı. Muradına çatdırdı, bəli, hə. Aşıq, aşıq deyil, el aşıqdır. Elsiz heç nə ola bilməz. Şah da heç kimdir elsiz. Bəy də heç kimdir, xan da heç kimdir. Hamısı ellə, vilayətlə gəlir o zada çatır. Olmayan sonra bilmədiyini deyir. Görürdük, məclisdə oxuyurduq. Divarqanın Abbasının deyək ki, bir şeirini oxuyurdun. 5 bətdir. Bir bəndə olur da, birdən yaddan unudulur. O saat oradan bir ayağında çarıq, başına da qıldı. Oğul, o qoyub getdiyim bəndi gözləyirdim sabahdan. Möcüz idi bu. Ona görə aşıq olurduq biz. Yoxsa öz başına baxsa kimdir nəyə? 3 söz örgən gedəli orada Allah yandım deyir. Çayçıda da oxu, Salava da oxu, toyda da oxu. Bu gün də var elə tamaşaçılar, diqqətli tamaşaçılar. Görməmişəm. Sizcə niyə yoxdur bax? Sizcə, məncə qocalar seyrəldi. Qocalar deyəndə bir məclisdə 200 adam oturursa, onun içərisində 30 adam aşırın yəsidir. Qalanı da onun elə pıçı-pıçı ilə bu nətəri, düzmü deyir, beləm deyir. O deydi, hə, tutardı. Elə necə öz anlayır, o da onu kimi deyirdi, hə, bu elə olmasa bu belə deməz. Yəni adamların hamısı olduğu kimi sənəti başa düşə bilməz. Qaldı sənəti bir tam başa düşüb,
sevmək üçün bütün dünya sənətlərini sevməlisən. Sözünə daha çox ehya verdiyiniz aşıqlar kim olub? Daha çox hörmət elədiyiniz və Daha çox başı Qurbaniyə bağlıdır, Ayağı Ələskərə belə bağlıdır ha. Gör talihin qanununa bax. Deməli Qurbanıdan keçdin Abbasa, Abbasdan keçdin Xəstə Qasıma, Xəstə Qasımdan sonra gəlib o 3 aşığa barabar bir Ələskər yaranıb. Ondan qalanları da böyükdür. Ələskər Usta Salı, Şair Məmməd Söyün, Qardaşoğlu İman, ondan sonra Şəmkirli Aşıq Söyün, Abdalgülahlı Vali, Lahiskili Molla Cuma, Bozalqanlı Söyün, Almərdənli Nəcəf. Yəni şair aşıqları deyirəm mən. Aşıq 3 hissədir da bilirsiniz. Biri var Aşıq, Ozan, bir də Yanşaq. Yanşaq o orada burada elə 5 söz bilir oxuyanlara deyirik. Ya bunu biz belə deyirik ya, indi elinə tər deyir bilmirəm. Yəni bunların hamısı bizdən ötürü qızıl aşıqlardır. Öz də elə axına düşüb ki, bir o Xəstə Qasımdan bəri yarananlar hamısı bir-birini görüb. Qoca vaxtını görüb, cavan vaxtı da rastlaşıb, bax belə-belə. Biri-birinə tutaq. Öz də elə bir gəlib, keçidə düşüb ki, elə bir axına düşüb, hamısı qüvvələmələ gəlib. İndi də yazan aşıqlarımız var. Mən də yazan aşıqam. Ondan məndən başqa da yazan Azaflı Mikaildir. Borsumlu Mazahirə barabarı yoxdur bu heç. Bəhmandır. Da şair Bəhman dediyimiz. Var bir neçə yazanlar var. Şeir yazmaq olar. Olar olmaq olmaz. Sevişdənmi, kədərdənmi nəmlənib? Gözlər o gözlərdir, yaş o yaş deyil. Cəm gözəllik camalında cəmlənib baxış o baxışdır, qaş o qaş deyil. Bağçamızda gül çiçəyə batardın, koltuğuma qısılardın, yatardın, hey dalımca söz sapağını atardın, dillər o dillərdir, daş o daş deyil. Gəncliyin üstünü aldı duman çən, səni də, məni də qocaltdı erkən, o qara tellərə mil sığal çəkən əllər o əllərdir, saç o saç deyil. Dünyamızı yola saldıq bir təhər, boğuldu arzular, boğuldu qəhər, yolunu gözləyən hər axşam səhər, murad o muraddır, yaş o yaş deyil. Sağ olun. Qonaqlar təklif elədilər ki, ortalığa saz gəlsin. Murad kişidənsə səs çıxmadı. Deyəsən saz indi onun yaddaşında çalınırdı. Ömrün qışlarını bahar eləyən ümidli bir hava denirdi. Dünənlə gələcək arasına körpü salan bir hava.